Salam əziz dostlar. Mən bugün sizlərə yeni bir qaydanın izahını verəcəm. Videoma daxil olmazdan əvvəl kanalıma abunə olmağı, videolarıma like atmağı unutmayın. Qaydamız irregular plural nouns, tərcüməsi zəbrənərkən çoxdan dəyişən isimlərdir. Bu qaydanın əsas sirrini sizə bu mövzuda tanış etdirəcəm. Gəlin sözləri sizə oxuyum. Sheep, sheep, fish, fish, deer, deer, man, man, woman, woman, child, children, person, people, mouse, mice, foot, feet, tooth, teeth. Burada şəkillərdə də gördüyümüz kimi birinci sıradakı şəkillər ikinci sıradakı şəkillərdən fərqlənir və bəzi sözlər deyilişi və yazılışı tamamilə fərqlidir. Baxırıq. Sheep və sheep. Sheep qoyun və qoyunlar mənasına gedir. Cümlədə bunu fərqləndirmək üçün əgər sheepdən əvvəl artikel işlənibsə, yəni a sheep, bu zaman bir qoyundan söhbət bəhs edilir. Amma artiklsız sadəcə sheep işlənibsə, deməli burada ümumi qoyunları nəzərdə tutub. Yəni buradakı olan sözləri, eyni yazılışı olan sözləri belə aid eləmək olar. Digəri isə woman, woman, man, man, child, children, person, people, mouse, mice, foot, feet, tooth, teeth. Bu sözlər isə yazılışı və deyilişi fərqlidir. Birinci yazılan sözlərdə məsələn woman birinci hissədəki, yəni bir sözün ikinci hecasındakı olan söz A-dır. Amma ikincisində isə E-dir. Yəni woman aylı olduqda bir qadından bəhs edilir. Amma eyli olduqda ikinci hecasındakı, deməli qadınlardan bəhs edilir. Childdan, child uşaq deməkdir. Children, children olan zaman isə uşaqlardan bəhs edilir. Person bir insan deməkdir. People isə insanlar deməkdir. Mouse siçan deməkdir. Mice isə siçanlar deməkdir. Foot ayaqdan, yəni ayaq biri, bir ayaq nəzərdə tutulur. Feet isə ayaqlar deməkdir. Tooth ağızda bir dənə diş nəzərdə tutulur. Teeth isə dişlər nəzərdə tutulur.